Maşınımız zanqandı ildə 2025-də. 2 gün ərzində kondisioner firyonu azalırdı. Dərdini tanımışıq kondisioner radiatorunda. İndi inşallah ustanovka ilə yığaq yerinə klientimizə xeyirli olsun. Maşının bu hissəsinə fikir verin, baba. Sudur bütün. Hava bu hissədə yağlıdır, bax. Çox güman ki, burada deşiyi var, İndi söküyə bunu göndərək. Görün nə göstərəcək, nə deyəcəklər bizə. Maşınımız zanqandı ildə 2025-dir. Bunu nə üçüncü maşında yaxınlaşıb, bilmirəm nə məsələ. Adı bir dənə daş deyil. Burada bir daş deyil. Yenə də radiator sıradan çıxır. İnşallah yığaq, klientimizə təhvil verək. Maşını yığırıq yavaş-yavaş, inşallah az qalır. Plasmasları zaten hamısını bircə oturtmuşuq, fara yerində. Hamısını bircə detalları yoxlamışıq. Ardından ki, firyon keçir oradan. Əsas sızan yerini tapmışıq. İnşallah yığaq, təhvil verək klientimizə. Buz kimi. Xeyirli olsun. Maşın salonu buz tutur. Xeyirli olsun. Əli, bax, yığmışam kompresoru da. Bax, söktüm, yığdım kompresoru. Bax, qardaşım, kompresorun poşenləri yanmışdı. Bax, indi işləyir. Görün, istərik salacaq. Poşenləri hamısı zırıq-zırıq idi. Amma neçə gün işləyə deyəmmərəm. Çünki səndə sistemdə radiator zat dəyişilməlidir. Özün bilsən, yəni bayağı dediyim qayda. Qoy işləsin, görün, nə göstərir. Düşür, görürsən aşağı. Gazını polla vurmamışam, çünki kompresorun aqruskaya düşməsində 350 qram qaz vurmuş. O ilə belə qaqaş salır da. Uzaqbaşı satana deyərsəm ki, qaqaş apar kondisioner qazını vurdur. Yəni, bu belənsə normaldır qardaşım, qaydasında da. Yığmışam, aparatda da təzyiq də baba qaqaş. Dost kimidir, təzyiq qaydasında da. Amma nə qədər işləyər deyəmmərəm də.